Hər vaxtınız xeyirli olsun. Bugün birlikdə çox ləzzətli bir pendirli, göyərtili börək hazırlayırıq. Təəssüf ki, yay fəsli olduğu üçün göyərti tapmaq biraz çətindir. Mən bu günləri marketdə tapdığım göyərtilər göy soğan, çuğundur sapı, şüyüd və kəvər olmuşdu. Hərəsindən 2 dəstə istifadə etdim. Kəvəri isə 3 dəstə. Siz də ağız dadınıza və bəyəndiyiniz göyərtilərə, həmçinin marketdə tapdıqlarınıza uyğun istifadə edə bilərsiniz. Xəmir üçün yarım kiloqram unumun üzərinə 1 yemək qaşığı dolusu qarğıdalı unu əlavə edirəm. 1 çay qaşığı quru maya, təxminən yarım stakan duru yağ, duz və ilıq su istifadə edirəm. Yaxşıca bir xəmir qatıram və 1 saat yarım özünə gəlməsi üçün gözləyirəm. Qarğıdalı unu istifadə etməkdə məqsədim xəmirimin daha yumuşaq, daha ağızda dağılan olması üçün idi. Xəmiri yayan zamanda eyni şəkildə qarğıdalı unundan istifadə edəcəm. Xəmiri qəşəngcə bir formada hazırlayıram. Videoda da zaten görürsünüz. Yaxşı yoğururam. Çünki xəmir nə qədər yaxşı yoğurularsa, o qədər qəşəng, yumuşaq alınır. Xəmirimi özünə gəlməsi üçün bir qıraqda saxlayan zaman yarım kiloqram ağ pendirimi də yaxşıca yuyub göyərtimin üzərinə doğrayıram və yaxşı qarışdırıram. Qeyd edim ki, içliyimə duz əlavə etməyəcəm, çünki pendir kifayət qədər duzludur. Yaxşı qarışdırıram. Pendirlərim əzilir, göyərti ilə qarışır. Bu arada xəmirim özünə gəldi və hazırlamış olduğum xəmiri hissələrə ayırıram. 2 hissə mənə lazımdır börəyim üçün. Bayaq da dediyim kimi qarğıdalı unuyla yaxşıca hər tərəfini qarğıdalı unla bulayaraq yayıram. Daha sonra isə listimi yağlayıb və hazırlamış olduğum xəmiri içərisinə yerləşdirirəm. Xəmirimin artıq qalanından çörək bişirdim. Siz də əgər xəmiriniz artıq qalarsa, bu şəkildə dəyərləndirə bilərsiniz. Listin hər tərəfinə qəşəng bir şəkildə xəmiri yaydıqdan sonra baxıram, artıq heç bir boşluğu, açıq yeri qalmasın. Daha sonra isə hazırlamış olduğum içliyi xəmirimin üzərinə qəşəng bir şəkildə yerləşdirib təkrar gözəl hər tərəfinə yayıram ki, heç bir yerdə boşluğu qalmasın. Xəmirin qıraqlarını biraz listin kənarlarına çıxartmağa çalışıram və daha sonra gördüyünüz formada içliyi də içərisinə yayıram. İçliyi yaydıqdan sonra isə digər qalan kündəmi də yenə masamın üzərini qarğıdalı unuyla unladıqdan sonra yaxşı yayıram. Və hər tərəfini yaydıqdan sonra xəmirimin üzərinə yerləşdirirəm. Üzəri üçün isə 1 ədəd yumurta, biraz sarı kök və biraz da duru yağı yaxşıca qarışdırıb xəmirimin üstünə yayıram. Bunu əvvəlcədən etsəniz daha yaxşı olar və son olaraq üzərinə ağ küncüt, qara küncüt əlavə edib əvvəlcədən ismiş olduğum 170-180 dərəcəli sobada altı üstü pişənə qədər bişirirəm. Hazırlayan hər kəsə nuş olsun.